İsmayıllıda isə toyda 4 nəfər bıçaqlanıb, onlardan biri isə bəydir. Bizdə ümumiyyətlə artıq bu belə deyək, yas məclisləri ilə bağlı müəyyən bir qaydalar formalaşıb, ancaq toy məclislərini də hansısa formada qaydaya salmaq və yaxud da bilmirəm, orada toy məclisinin gedişatına polis əməkdaşları bəlkə nəzarət eləməlidir, bilmirəm. Amma bütün hallarda bu qənaətdəyim ki, bizim toy məclislərində də hansısa formada, necə deyirlər, əl gəzdirmək lazımdır. Çünki insanlarımızın böyük qismi artıq belə deyək, yəni məclislərdə, yəni kifayət qədər, böyük qismi deməzdim, amma kifayət qədər insanlar var ki, özlərini toyda yaxşı apara bilmirlər. Deməli, hadisə ötən gün saat 23 radələrində rayonun Talıstan kəndi ərazisində şəxsi münasibətlər zəminində olub. Belə ki, hadisə zamanı rayon sakinləri təvəllüdlərə baxın, dostlar. 2005, 2008, 2007 və 1976-cı il təvəllüdlü şəxslərə müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirilib. Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Elşən Babayev saxlanılıb, bir nəfər 4 nəfəri bıçaqlayıb. Və deməli, təfərrüatı təqdim edirəm. Belə ki, Talıstan kənd sakini 2002-ci il təvəllüdlü Elşən Babayev Səid adlı həmkərlisinin toyunda iştirak edib. O, daha sonra sərxoş vəziyyətdə qonaqlardan biri ilə mübahisə edib və məclisin keçirildiyi mağaradan, kənardan münaqişə yaranıb. Bu zaman bəy və digər şəxslər Babayevi sakitləşdirmək istəyib, lakin Babayev, yəni Elşən, bıçaqla, bəy də daxil olmaqla 4 nəfərə xəsarət yetirib. Və Babayev ilkin ifadəsində bildirib ki, məclisdə atası barəsində xoşagəlməz sözlər danışılıb. Buna görə də məsələni aydınlaşdırmaq istəyib. Xəsarət alanlardan birinin vəziyyəti daha ağır olduğundan İsmayıllı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Bıçaqlanan şəxslər isə bunlardır. Bəy 2005 təvəllüd təsəvvürlüyüm. 19 yaşı var ya 20. Bu ya əskərliyə getməyib indivlər, ya da ki, qayıdıb gəlib hələ bir ayağında batinka, bir ayağında ayaqqabı, bilmirəm. Yəni, yenə də hər kəsin öz şəxsi qərarı var, ancaq mən öz fikrimdə qalıram ki, bu yaşda adamın evlənmək üçün çox tezdir. Qonaqlar 76-cı il təvəllüdlü Rahil İsmailov, 2007-ci il təvəllüdlü Osman İsmailov və 2008-ci il təvəllüdlü Məhəmməd Mirzəyev. Və təbibdən də faktı dəyərli izləyicilər təsdiqləyiblər və vəziyyətləri orta ağır qiymətləndirilən 76 və 2008-ci il təvəllüdlü şəxslər cərrahi əməliyyat olunub, 2005 və 2007-ci təvəllüdlü şəxslər isə vəziyyəti qənaətbəxş olduğundan evə buraxılıblar.